Burada deməli müxtəlif şəkildə gediş eləmək olar. Artıq bu, belə deyək, uduşdu bir vəziyyətdir. Yəni burada istəyirsinizsə C7 də oynamaq olar. Yəni şah verirsiniz, yəni istəyir vəzir belə gəlsin, yenə də vəzir gedir. İstəyir belə qorunsun, yenə də biz vəzir götürürük. C7 də oynamaq olar. Amma burada deməli CB də vurmaq olar. CB vurduqdan sonra kralların qorunacaq bir gedişi deməli ancaq fillə qoruna bilirlər. Başqa figurla bir dənə atla qoruna bilərlər, amma o da mənasızdır. At gedir. Deməli burada qaralar fil D7 oynayırlar. Biz də vururuq buradakı fili. Bunları götürdükdən sonra biz götürürük burada vəziri və yaxud topu. Əslində fərqi yoxdur. Və burada da görürük ki, əlbəttə ki, qaraların vəziyyəti daha yaxşı. Çünki burada deyək belə qorundular. Biz burada D7-dəki vəziri götürdükdən sonra görürük ki, ağlarda bir vəzir üstündür və bir top da üstündür. Yəni bu da 100%lik uduş deməkdir.